Hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bir loxma metodika, pedaqogika dərsində hamınızı xoş gördük. Bu dərsimizdə biz Təhsil Qanununun 21-ci və 22-ci maddələrini şərh edəcəyik, öyrənəcəyik. Gəlin baxaq görək bu qanunda nə yazır? Deyir ki, təhsil alanların hüquqları var. Təhsil alanlar bildiyiniz kimi şagirdlərdir, tələbələrdir. Bu hüquqlar nədən ibarətdir? Onların hüquqları keyfiyyətli təhsil almaq, təhsil müəssisəsində yaxşı şəraitdə təhsil almaq, uyğun şəraitdə təhsil almaq, öz fərdi inkişaf ehtiyaclarına uyğun təhsil almaq, yəni tələsmədən və ya çox yavaş yox, yəni ona uyğun, ehtiyacına uyğun fərdi, individual təhsil almaq. Dördüncü, təhsil müəssisəsinin ictimai həyatında iştirak etmək, yəni məktəbin fəaliyyətlərində rol almaq. Təhsil müəssisəsində öz hüquqlarını müdafiə etmək. Bu 5 hüququ əslində bir çox nəticəsi olan bir hüquqdur bunlar. Yəni uşağın məktəbdə bir çox məsələdə bu hüquqa əsaslanıb söz deyə biləcəyi məqamlar var. Uşaq məsələn diskriminasiyaya məruz qala bilməz, bu hüquqları pozulur bu zaman. Keyfiyyətsiz təhsil verilə bilməz, hüquqlar pozulur. Soyuq şəraitdə təhsil ala bilməz, hüquqlar pozulur. Tələsdirilə bilməz və ya çox yavaş dərs keçirilə bilməz ona, hüquqları pozulur. Uşağı deyə bilmərik ki, sən get sinifdə otur, sən bu tədbirdə iştirak eləmə, hüquqlar pozulur. Və bu əlbəttə ki, hüquqları nəzərə alaraq tədris prosesini qurmaq lazımdır. 22-ci maddədə isə deyir ki, təhsil alanların vəzifələri var. Yəni sadəcə hüququ, haqqı yox, həm də məsuliyyətləri var. Nədir bu vəzifələr? Deyir ki, nizam-intizam qaydalarına uşaq riayət eləməlidir. Yəni bu vəzifələri də onlara öyrətməliyik, hüquqlarını da öyrətməliyik. Yəni deməliyik ki, sən məktəbin qayda qanununa riayət etməlisən. İkinci vəzifən təhsil müəssisəsinin əmlakına qənaət etmək, yəni malına, mülkünə zərər verməmək, israf etməmək sənin vəzifəndir. Müəllimlərə hörmət etmək sənin vəzifəndir. Təhsil müəssisəsində dürüst və vicdanlı olmaq sənin vəzifəndir. Bu vəzifələr, hüquqi vəzifələr şagirddə hansı işləri doğurmalıdır? Şagird plagiat, iş görə bilməz, köçürə bilməz, hörmətsizlik, nalayiq hərəkət edə bilməz, məktəbin malına zərər verə bilməz, qaydaları poza bilməz və pozduğu zaman artıq hüququ pozmuş olur və nəticəsi olmalıdır. Yəni 21-ci və 22-ci maddələr ə, uşaqların hüquqlarını və vəzifələrini onlara xatırladır, öyrədir. Biz müəllimlər olaraq isə onları bilməli və ona görə şagirdə yanaşmalıyıq. Belə elədikdə əlbəttə ki, o zaman daha uyğun bir təhsil mühiti qurmuş olacağıq. Bir loxma pedaqogika dərsində, metodika dərsində bu günlük bu qədər. Gələn görüşlərimizdə görüşmək diləyilə. Sağ olun, sağlıqla qalın.